Kəsə salam. Bugün qərara gəlirəm ki, Zakiri deydə çıxardım. Ona görə gəlirik ilk öncə Moonlight optikaya, ona optik eynək almağa. İlk öncə qərara gəlirik ki, gözünü yoxlayaq, sonra ona uyğun eynək seçməyə. Çeşiddə hədsiz çox idi. Düzdür, ad gündən xeyli vaxt keçsə də, düşünürəm ki, hədiyyənin gecə tezi olmur. Bizə uyğun olan eynəyi seçdikdən sonra deyirlər ki, gedin yarım saatdan sonra gələrsiz. Seçin. Biz də gəlirik oyun oynamağa. Burada aparatçıq alçalıq eləyib uduzuruq. Zakir də burada əsəbləşir ki, niyə belə bir şey baş verir deyə. Nəysə, şansımızı yenidən sınayırıq və yenə uduzuruq. Yarım saatdan sonra deyirlər ki, gəlin eynəyiniz hazırdır. Mən də sizə eynəyi göstərməyə qərarına gəlirəm. Eynəkdən əlavə gözəl hədiyyələr də qoymuşdular. Gördüyünüz bu eynəyi silmək üçün salfetlər çox keyfiyyətli idi. Daha sonra hədiyyəlik belə bir sprey də qoyurlar şüşələri silmək üçün. Bu arada çox yaxşı və keyfiyyətli bir məhsuldur. Əvvəl istifadə etmişik. İndi isə əsas məsələyə gəlirik. Burada bizim eynəyimiz var. Baxın, Zakir özü seçdi. Əsas odur ki, özü bəyəndi hədiyyəsini. Eynəyimizi götürəndən sonra da Zakir acıyır. Aparım onu yemək yedizdirməyə. Gəlirik McDonald's-a. Bugün hədsiz çox insan var idi. Bildiyiniz oturmağa yer də yox idi. 3 nəfərli Alevi menyu seçirik. Ən sevdiyim menyudur və içəridən belə bir oyuncaq da çıxır. Daha sonra gücü bala ilə gətirirəm onu yarmarkaya. Bu arada yarmarka açılandan mən ilk dəfə idi ki, gedirdim. Gəlirik belə bir stəndə şəkil çəkdirməyə. Şəklimizi çəkəndən sonra da gedirik kinoya. Çox maraqlı bir kino idi. Kinoya baxdıqdan sonra da deytimizi tamamlanmış hesab edirik. Yollanırıq evə. Sizcə bugün mənim nə qədər pulum çıxıb?